Mundil Fiori və onun uşaqları. İlk insanların həyatı ağır idi. Bütün dünyada əbədi zülm hökm sürürdü. Yalnız ulduzların solğun, titrək işığı qaranlığı biraz aydınlaşdırırdı. Günəş və ay hələ yox idi. Onlarsız isə çöllərdə toxumlar cücəlmir, bağlarda ağaclar çiçəklənmirdi. Odin və onun qardaşları yer üzünü işıqlandırmaq üçün Muspelheimdən od götürdülər. Ay və günəş düzəltdilər. Bu, onların indiyədək yaratdıqlarının ən yaxşısı və ən gözəli idi. Allahlar öz zəhmətlərinin bəhrəsindən razı qalmışdılar. Lakin nə qədər fikirləşdilərsə, günəşi və ayı göydə hərəkət etdirmək üçün bir yol tapa bilmədilər. Həmin dövrdə yer üzündə Mundil Fiori adlı bir adam yaşayırdı. Onun qeyri-adi gözəlliyə malik bir qızı və bir oğlu vardı. Mundil Fiori uşaqları ilə elə öyünürdü ki, Allahların yaratdıqlarından xəbər tutan kimi qızına Sul, yəni günəş, oğluna isə Mani, yəni ay adını verdi. Qoy hamı bilsin ki, Allahlar özləri də mənim uşaqlarımdan gözəl heç nə yarada bilməzlər, deyə o lovğalıqla fikirləşirdi. Ancaq tezliklə bu da ona az göründü. Yaxın kəndlərdən birində ən parlaq ulduz kimi şəfəq saçan, buna görə də Glen, yəni şəfəq çağırılan çox gözəl bir oğlanın yaşadığını eşidən Mundil Fiori qızını həmin oğlana ərə vermək qərarına gəldi. Fikirləşdi ki, qoy Glenin və Sulun övladları öz ata-anasından da qəşəng olsunlar. Yer üzündəki başqa adamlar onlara pərəstiş etsinlər. Lovğa Mundil Fiorinin fikrindən Allahlar xəbər tutdular və o öz qızını ərə verməyə hazırlaşdığı gün Odin birdən onun qarşısında dikəldi. Sən çox təkəbbürlüsən Mundil Fiori, dedi. Elə təkəbbürlüsən ki, özünü Allahlara tay tutmaq istəyirsən. İstəyirsən ki, insanlar bizə yox, sənin övladlarına və övladlarının uşaqlarına pərəstiş eləsinlər. Buna görə də səni cəzalandırmağı qərarı almışıq. Bundan sonra Sul və Mani özləri adamlara qulluq eləyəcəklər. Adlarını onlara verdiyin ayı və günəşi göydə daşıyacaqlar. O zaman hamı görər ki, onların gözəlliyi Allahların yaratdıqlarının gözəlliyindən üstündür ya yox. Dəhşətdən və dərddən donub qalmış Mundil Fiori bir kəlmə də danışa bilmədi. Odin isə Sulu və Manini götürüb göyə qalxdı. Allahlar orada Sulu qabaq oturacağında günəşin bərkidildiyi bir cüt ağ atın qoşulduğu arabaya əyləşdirdilər və əmr elədilər ki, bütün gün arabanı göydə sürsün, ancaq gecələr dayansın. Qızı günəş yandırmasın deyə qardaş Allahlar onun qabağına iri, girdə qalxanlar tutdular. Atları isə istidən qorumaq üçün isə onların boyunlarından soyuq küləşlə dolu dəmirçi körükləri asdılar. Bu körüklərdən həmişə sərin yel gəlirdi. Maniyə də araba verdilər. O, ayı gecələr bu arabada gəzdirməli idi. O vaxtdan qardaş və bacı insanlara sədaqətlə xidmət eləyib yeri işıqlandırırlar. Bacı gündüz, qardaş gecə. Çöllərdə taxıl zəmiləri şən-şən dalğalanır, bağlarda meyvələr şirələnir və yer üzündə bir zaman zülmətin hökm sürdüyü, bütün bunların olmadığı barədə heç kəs fikirləşmir.